Azərbaycan Vaqif Xaçatryan, Gevorg Suçyan, David Davityan və Vigen Elçəkşyanı Ermənistana təhvil verdi. Vaqif Xaçatyana Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı qətliamda iştirakı görə hökm oxunmuşdu. O, 2023-cü ildə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Digərləri casusluqda ittiham olunurdu və 15-20 illik həbsə məhkum edilmişdilər. Erməni məhbusların bir neçəsinin azadlığa buraxılması isə heç də birmənalı qarşılanmadı. Siyasi şərhçi Nahid Cəfərov deyir ki, erməni məhbusların bir hissəsinin azad edilməsi sülh prosesinə böyük töhfədir. Sülh isə gələcək nəsillər üçün itkisiz, müharibəsiz illər deməkdir. Nahid Cəfərov düşünür ki, bu təklif birbaşa Trampdan gəlib və Əliyev də bunu icra edib. Yerdə qalan digər erməni məhbusların da azad edilməsi mübadilə prosesinə bağlıdır. Təklif gəlir, qarşılığında nələrsə vəd edilir və Əliyev bunu dəyərləndirir. Bəs erməni məhbuslar mərhələli şəkildə trip marşrutuna görəmi azad edilirlər? O trip məsələsində mən düşünürəm ki, Azərbaycan üçün əlverişli, o qədər də əlverişli bir faza yoxdur. Çünki trip yolu məhz Ermənistanın blokadadan çıxarılması, Ermənistanın suverenliyinin təmin olunması və müəyyən qədər bununla bağlı zəif də olsa, kövrək də olsa, sanki biznesi, Amerikan biznesini ora cəlb etməklə Ermənistan hakimiyyəti öz təhlükəsizliyini təmin etməyə çalışır. Çünki Ermənistan hakimiyyəti də anlayır ki, əgər Ukrayna-Rusiya müharibəsi bitəndən sonra Rusiyanın ikinci hədəfi Ermənistandır və əgər xatırlayırsınızsa bu yaxınlarda Solovyov da çıxışında qeyd etmişdir ki, kanalında ki, bəs Ermənistana hücum edilməlidir, hərbi müdaxilə edilməlidir. Ermənistan hakimiyyəti bunu çox gözəl anlayır və ona görə də Ermənistan hakimiyyəti çox maraqlıdır ki, Amerika gəlsin, Amerika biznesi ora gəlsin, Ermənistana gəlsin. Həm Ermənistanda iqtisadi vəziyyət düzələcək. İkinci, həm Ermənistan sanki bu geosiyasi məkanda bir aktora, vacib bir aktora çevrilmiş olur və onu vacib edən əsas elementlərdən biri də beynəlxalq ticarət yolunun qovşağında yerləşməsi olur. Amma Azərbaycan burada müəyyən qədər öz ilkin iddiasından geri çəkilmiş olur. Çünki Azərbaycanın əsas iddiası nə idi? Biz istəsəz də, istəməsəz də biz bu Zəngəzur dəhlizini yaratmış olaraq, ya bunu xoşluqla istəyəcəksiniz, ya da biz bunu güclə edərək. Bunu İlham Əliyevin bəyanatlarından biridir və bu artıq buna yer yoxdur. İlham Əliyev heç onu xatırlamır da belə bir şeyin dediyini. Açıq Azərbaycan təşəbbüsünün təsisçisi Zöhrab İsmail deyir ki, Ermənistan Azərbaycanın zəif nöqtəsindən istifadə edir. Azərbaycan indiki ABŞ administrasiyası ilə yaxşı əlaqələr qurmaq istəyir. Ermənistan da məhz ABŞ vasitəsilə öz məhbuslarını Azərbaycandan çıxartmaq yolundadır. Zöhrab İsmail deyir ki, Xaçatyanı güya Meşəli hadisəsini törətməkdə təqsirləndirirdilər. Xeyli şahid də məhkəmədə iştirak etmişdi. Əgər bunlar həqiqət etsə, o zaman Azərbaycanda məhkəmə ədliyyə sisteminə bu hadisə kölgə salır. ABŞ yüksək səviyyədə bu tələbi qoyarsa, münasibətlər üçün, münasibətlərin deməli inkişafı üçün bunu şərt qoyarsa, bu mümkündür. O cümlədən burada deməli doğrudan da cinayət törətmiş Qondarma Dağlıq Qarabağın keçmiş rəhbərləri, o cümlədən Vardanyan, Rusiya oliqarxı, onların da azadlığa çıxması yalnız ABŞ tərəfindən yox, o cümlədən Rusiya tərəfindən də mümkündür. Əgər tutaq ki, sabah Rusiya yüksək səviyyədə onların azad olunmasını ortaya atarsa, mən düşünmürəm ki, Azərbaycan rəhbərliyi bunun qarşısında belə deyək, bir müqavimət göstərəcək. Zöhrab İsmail deyir ki, Əliyev rejimi üçün ancaq onu tənqid edənləri azad etmək müşkilə çevrilib. Azərbaycandakı heç bir cinayət törətməyən, şərlənərək həbs edilən siyasi məhbusları azad etmək üçün hakimiyyət nə vətəndaş cəmiyyəti, nə siyasi partiyalarla, nə də nüfuzlu beynəlxalq təşkilatlarla danışıb onların səsini eşitmək istəyir.